Ölkədəki məktəbə hazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydalar təsdiqlənib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar verib. Qərara əsasən dərs və məşğələ müddətində təhsil alanların mobil telefon, planşet, ağıllı saat, notebook, portativ oyun konsolu və digər daşına bilən elektron cihazlardan istifadəsi qadağan edilir. Yeni qaydalara görə şagirdlərin məktəbə gətirdiyi mobil və elektron cihazlar dərslər başa çatanadək müəssisə rəhbərliyinin müəyyən etdiyi xüsusi saxlama yerlərində, mobil qutular, şkaflar və digər yerlərdə söndürülmüş və ya səssiz rejimdə saxlanılmalıdır. Şagirdlər dərs zamanı müəllimin icazəsi və nəzarəti altında elektron dərs materiallarından istifadə, təqdimat və tədqiqat işlərinin hazırlanması kimi tədris məqsədləri üçün mobil və elektron cihazlardan köməkçi vasitə kimi istifadə edə bilərlər. Qərarda qeyd olunur ki, qaydaların icrasına nəzarət məktəblərin daxili intizam qaydaları ilə tənzimlənəcək. Pozuntu aşkar edildiyi halda məktəb rəhbərliyi bir iş günü ərzində valideynləri məlumatlandırmalı və profilaktik tədbirlər həyata keçirməlidir.